Salam əziz abituriyentlər. 2026-cı ildə qəbula düşən suallardan bir digəri. Çətin sual deyil. Əslində nəzəri bilik lazımdır burada. Düzgün IP ünvanı müəyyən edin. Deməli, biz bilirik ki, IP ünvanlar 3 nöqtə ilə ayrılmış 4 hissədən ibarət olur. Baxın, 3 nöqtə ilə ayrılmış 4 hissədən ibarət olur. Biz nəyi bilməliyik? Hər nöqtə ilə ayrılmış bu ədədlər ki var, bax bu ədədlər 0-255 aralığında qiymətlər almalıdır. 255 də daxil olmaqla. Yəni, siz baxacaqsınız ki, burada haradakı 255-dən böyük bir qiymət var, onları çıxırsınız. Baxıram A variantında, bax burada 256 var. Bax, burada 1, 2, 3, 4 nöqtə var. Biz dedik, 3 nöqtə ilə ayrılmış 4 hissədən ibarət olmalıdır. Bu da səhv olacaq. Burada 265 var. Burada 612 var. Baxın, doğru cavabımız D variantı 255, 0, 0, 254. Hər bir nöqtə ilə ayrılmış ədəd 255-dən kiçikdir və ya 255-ə bərabər. Yəni 0-255 aralığındadır. Doğru cavabımız olacaq D variantı. Bu sualda sadəcə nəzəri biliyiniz olmalıdır. Bu qədər sadə, asan.